Assalamu alaykum, Next Avtoga abunəçiləri. Bugün növbətdəki avtomobilimiz Traverse avtomobili oladı. Bu avtomobilimizə full kompleksiya qaz ustalaşıq qılğanımız. Maşınımız hələ yarım kilometr benzin yürütdürdü. Biləsə benzinli yaxşı olmalı hesabına propan təvsiyə qılan köpçülük aytadı. Şimdi qımmat maşınlara üçün propan qoyarlar. Benzin samaka pulu yoxmu dedi. Hala gəl benzin deməz, benzinin sifəti yox. Gerek olsa 20 min som, 22 min somdan benzin aldırtdırdılar. Zor çıxmındırdı. Motorunu gəp tapdırtdırdı. Yani 100 diyen benzin, 98 diyen benzini zorla aldırtdırdılar. Faydası yok, sifəti yok. Bunun üçün propan təvsiyə qılıb tutmaz bizə. Maşınımız xudaqlasa V6 silindr oladı, 6 silindr, 3.6'lıq obiyomda oladı. Bu sistemimiz GDI sistemi oladı. GDI sistemi biləsə benzin rasxod qazda yürüyəndə 12-14 litr propan rasxod qılsa 100 km, qoşumçasına 1,5-2 litr benzin rasxod qıladı. Şundan azı böyle komentar yazıldı. Benzin yedi kuda. Sistema şədəsə ilaç yok. GDI sistemi onun hesabına benzin yedi. Şu benzinli şu səlqin matrakını alıp salıp duraslar. Lakin maşından onun yap tapdırmadı. Səbəbi qazla 3-4 mərtə səpkən vaxtı arada bir mərtə benzin səpədir. Pürkides. Bu pürkəyən vaxtı benzin injektorlarını güydürüb qoymasıq maqsadında etilədi. Bu nəsə soğuk tuturuş hesabına köpçülük aytadı, birəvlə 100% qaz ətib, 100% qaz qılıb qoyub ustanovka qılıb ürtdülər o dedi. Bu xata nərsə o. Əgər 100% qaz ustanovka qılınadan olsa, başqa kompaniyalar 100% ətib qaz ustanovka qılıb çıxarsa oladı. Bizəninkilər perdilik ətib durdudan 100% qaz ətib ustanovka ətib durdu. Uji benzin injektor, benzin anasız güydürdü. Bunda 2 dana benzin anasız oladı. Motor qismində birisi oladı. Arka kısmında yani benzin bakının üzerinde bir dana oladı. 2 dana benzin anasız oladı. Eğer benzin anasız gap tap koyan olsa kəmi 800 min dolar ətrafında ki 500 dolar mı ya ki 400 dolar mı? Axırıncı mərtə Trailblazer qoyğan vaxt 800 dolara qoyğanlar axala. Şu üçün əvziyyətini 100% qılmaz. Şu sistemanın özünü beradan motorun özünə gerekli nəsən qılıb qoyuş gerek. Zavoddan bir xoda benzin qoşu qoyğanı yox. Şu benzin injektorla göyməsik maqsadında eli benzin anasız gap tapmasıq maqsadında qoyub qoydu. Buna full kompleksiyada stakabor yani orijinal qoyğanımız sizlərə göstərib olsaq, elektronikamiz moşinə cəlləşdirğanımız görürsünüzlər. Stak 406 DPI orantı oladı. Orijinal kompleksiyada qoşumçasına Stak FPS-ın ustanovka qılğanımız konkret mi çıxan görürsünüzlər. Montajlarını zavod ətib ötürüb bərgənimiz şu üstünə gofra üstünə izolasiya qılğanımız simlərini şuraya takıladı. Yəni özünü bunda zavod qoyunca izolasiya olursa, buna şunu etəcəyimiz simlərin əvziyyətini payqaq qılıb zavod ətib xudaqlasa 10 ildən xidmət etib üləyəmiz. Həmin özünə injektorlarımıza gələn olsaq, bir yan tərəf 3 dana injektorunu cəlləşdirğanımızı görürsünüzlər. Keyin aran tərəfə yenə 3 dana injektor cəlləşdirğanımız. İnjektorlarımız WM-0 oranatda Skarasın Sport injektor oldu görürsünüzlər. Konkret mi çıxan. Köpçülük aytadı. Üçün dedi, başqa firmalarına qoymuşlar dedi. Bizə doğrusu səlkəm 10 ildən ötdü, 14-cü ildən bəna Stak kompaniya bilan iş hekayatımız, 13-dən bəna iş hekayatımız ofisialli 14-cü il girib gəldi. Servisi bütün Özbekistan boyunca yechirdi, uyaldırıb qoymadı sizlərni. Orijinal və ustanovka qılaslar, garantinin talonu yazıb alaslar, peçatını vurduraslar, heç yerdən muamma olmaydı. Gerek olsa Karakapakistan'dan servislerimiz var. İli Taşkent İslami, Fergana İslami, Məluqlan İslami, Samarkand İslami hem yere servisimiz var. Heç yerdə kak gitmişler ağala. Eğer aylanışmaya geçsizlərə, maçlarınızda problem olsa, barsazlar sizlərlə problemlarınızı görüb bir tərəf fətədə ponli. Eğer bizə garantiyalı misal 1,5 il ya 2 il garantiya belli olsa, garantiyalarla sürok ötmeye olsa, bir nəsə görgən olsa, şu garantiyanı qarab özü avtomatik almışlar belədə heç muamma çıxmaydı ağala. Əvziyyətini full kompleksiyada, orijinal kompleksiyada ustanovka qılınğan boladı. Gördünüzlər, map sensorlarımızdan şöyle ustanovka qılğanımız. İndi buna motorumuz 263 səlkən biləsizlər. Buna yetirədən reduktorumuzu görsənmədən qılıb. Şöyle cəlləşdirib bərgəmiz. Kimi Gold oladı. Bu 8'lik razyomdaki reduktorumuz 2 tane razyom çıqqan oladı. Turbo motor tərəfə injektorunu bir yanından girədi, arayan tərəfindən girədi. Splashu ilə ötür kopumuz qaz yetirib bərş maqsadında. Maşınımız Trailblazer'dan ancaq akıllı, razgona güç şuanına hesabına 2 razyonda şüdət ustanovka qılınğan oladı. Keyin buna Duvayno filtr qılğanımız, şu Duvayno filtrimizi cəlləşkən görürsünüzlər. Monogarazli filtr Stak kompaniyanınki orijinalli oladı, ofisialli özünün seriyinin nömrələrini belə çıxardı. İçin salnik olsun, filtr olsun, həmmə zapçası babizədə xudaqlasa heç problemi yox. 2 dana filtr koyduk, monogarazli köpçülük yazı oynanqası mümkün. Sizlərə aytdım, reduktordan çıxışı 2 razyon bob çıxadı. Şunu hesabına injektora 2 tərəfdən 2 razyon bob keçişin hesabına 2 dana filtr kullanmamız xudaqlasa problem olmaydı. Şulan kinamızda əvziyyətinliyindən Fogumit görürsünüzlər.
konkretnisini qilganmiz. Xomutlarımızdan yaxshi xomutlardan, lead xomutlardan ishlatganmiz. Çok job chiroyli olib chiqqan. Ko'rishim kelsa, hech muammo yo'q. 8lik trubkada radyonda keladi. Reduktorimiz 350 330 watt tushunadigan gaz yetirib beradi. Baflarimizni 100% gaz bilan ta'minlab beradi. Üstüne kirişesini beklab bersak, zavod shu holatida qoladi, hech muammo bo'lmaydi. Yurishlari zo'r bo'ladi. Salon qismini bir qator ko'rsatib o'tamiz. Lekin hali kulchatirlarni qo'ymadik. Salon qismiga ko'rtuslar. Mashinamiz 1500 km yurgan. Ishonasizlarmi? 1500 km. Kulchatirlarimizni hali qo'ymadik. Ko'rtuslar, buni kulchatirlarimiz. Bilet olti so'rab bo'ladi. Liboy yerga to'g'ri keldirsa bo'ladi, hech problemasi yo'q. Keyin buni bagaj qismiga ko'rsatib o'tadigan bo'lsak, bilasiz, zapaskasi shunday joylashtirib oladi buni. Shunday qilib bize akkuratlik qilib shumkalarni uramiz, moshina deyib, keyin 63lik bo'limni çok chiroyli tushuncha qilib beramiz. Kranikning qo'yilishini ko'rsa, balon uklon bilan turibdi. Sababi shu yonboshi ishon taraf baland bo'ladi, orqa taraf past bo'ladi. Shuning uchun kranikni ham shuna qo'yganmiz. Eng pastini, trubkasidan pastini qo'yamiz, gazni tortib olish uchun maqsadida. İkinci tarafdan 8lik radyonda bo'ladi, ko'rtusizlar. Bu ham 8lik, ikkinchisi ham 8lik polni. Original trubkalarda umuman hech bit chiqmaydi. Xudo xolasa ularni qilib beradi. Shu modifikatsiyani ham cho'tkisidan urganmiz. Ekber shotdan olib. Telerini trubkadan yerlarni обязательно shu germetiklab, mahkamlab, telerini usulini variantda ekamiz. Вообще chiroylatib, mo'shnatib ishlatib ekamiz. Hech muammo yo'q. Ustini obshipkasi bor bunda, ko'rtusizlar. Bunda o'zini ostiga obshipkasi. Xudo xolasa buni ham akkuratlik qilib o'zini joyini mo'shnatib qo'yib beramiz. Hech muammo yo'q. Bemalol shunday xizmat kerak bo'lsa, aloqa chiqarsa, qilaversa avtomobilni, xudo xolasa full komplektida qilganmiz, muammo yo'q. Like bosib, podpiska bosib qo'yasizlar.